Və sonda Dövlət Neft şirkəti Türkiyədəki biznesinin bir qismini satmaq niyyətindədir. Söhbət Sokar Türkiyənin media sahəsində paya malik olduğu şirkətdən gedir. Şirkət rəhbəri bu addımının səbəblərini də açıqlayıb. Sokar Türkiye şirkətinin baş direktoru Kenan Yavuz Reuters agentliyin açıklamasında bildirib ki, Star Media Group'da malik olduqları 50% payı satacaqlar. Bu məqsədlə əvvəl həmin holdingin ortağı olmuş və hissələrini Sokar'a satmış Fəttah Tamincə ilə danışıqlara başlanıb. Kenan Yavuz'un sözlərinə görə bu addımın əsas məqsədi bütün diqqəti ölkədəki iri layihələrə cəmləşdirməkdir. Beləliklə Sokar Türkiyənin media sektorundan tamamilə çıxır. Qeyd edək ki, Star Media Group'a eyni adlı qəzet və Kanal 24 televiziyası aiddir. Dövlət Neft şirkəti ötən ilin mayında bu holdingdə pay almışdı. Həmin vaxt Sokar'ın bu addımı heç də bir mənalı qarşılanmamışdı. Dövlət Neft şirkətinin Türkiyədəki əsas fəaliyyəti Petkim Neft Kimya Kompleksi, konteyner limanı və Star Neft emalı zavodunun tikintisindən ibarətdir.